Herkese salam değerli izleyiciler. Yeniden ben Rəşad. Yeni yerde çəkiliş aparacağım və gördüğünüz bu 5 mərtəbəli bina və içərisində daxil olmuşam. Bu bina tərk edilmiş məktəbdir. Vaxtı ikən məktəb kimi xidmət göstərib, indi isə tərk olunur. Değerli izleyiciler, kanala abunə olun. Rəylərinizi videonun altında qeyd edin. Mən isə sizin üçün çəkilişi aparmaqda davam edeyim. Wow, çox qorxulu bir atmosferə malikdir. Burada kimsə var? Değerli izleyiciler, yuxarıya qalxacam yavaş yavaş. Bura nədir belə? Burada həmişə kimi dağıntı ve taşıntılardan ibaret bir yer. Yavaş yavaş ilerlemeye devam. Burada baxaq. Wow. Bura nədir? Bu Tadıvalıdır. Burada kimsə var? Değerli izleyiciler, kameranı yakınlaştırmağımla kamerada bir qanya yarandı. O da böceğe bak. Demiştik böceği. Aziz dostlar, gördüğünüz ki tamamıyla yararsız ve bərbad vəziyyətdə olan bu məktəbə daxil olmuşam. Ses geldi yuxarı. Kimsə var burada? İlerlemeye devam. Wow. Çəkilişimiz devam edir. Bak, məktəb vaxtlarım yadıma düşdü. Təhlükəsizliyimi təmin edən avadanlıqlar da üzərimdədir. Nədir? Wow. Həqiqətən də içərinin qorxu atmosferi tamamilə başqadır. Burada kimsə var? İlerlemeye devam. Neyse düştü elə bir yuxarıda dəmir parçası neydi? Değerli izleyiciler, wow, piyanino. Qorx ki çəkiliş zamanı bu piyanino işləməyə başlasın. Değerli izleyiciler, həqiqətən də zarafat dedim ama reallıqdır. Bu piyanino özlüyündən çalarsa, indi özünüz bir düşünün ki, yani mən burada tək və bu piyanino aşağı mərtəbədə. Burada kimsə var? İçəriyə daxil olmaq. Wow. Tamamilə dağıdılıb, bərbad vəziyyətə salınıb. Hər ihtimala yeni də ehtiyat edirəm. Çəkilişi gecə görüntü kamerası ilə aparıram. Heç bir fanardan istifadə eləmirəm. Və çöldən diqqət cəlb eləməmək üçün. Bu nədir? Çətir də qoyublar bura. Değerli izleyiciler, köhnədən qalma şortçikimiz də var. İkinci mərtəbəyə qalxıram. Burada kimsə var? Neçə dəfələrlə deməyimə baxmayaraq çəkilişimiz yenidən izləmə sayına görə aşağı düşüb. Bu isə məndə
motivasiya səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bura idmazalı olur deyəsən. Və çəkilişi qeyd eləmək istəyirəm ki, mikrofonla aparıram. Mikrofon da yaxalıq olduğu üçün yalnız yaxından səsi götürür. Bu yaxınlarda çəkiliş apardığım avadanlıqların qısa metrajlı video rolikini də kanalda yerləşdirəcəm. Həqiqətən hansı aparatura ilə çəkilişlərə gedirəm, onu da biləsiniz. Wow. Nerede bu? Kimse var burada? Ses geldi. Burada kimse var? Bunu bilmem ama orada neyse düştü. Wow, iyi yerlenir. Tuşların biz kaldı. Özü-özlüyünden yerlenebilir. Burada kimse var? Değerli izleyiciler. Burada deyəsən benden başka kimse de var. Bana arkama dönüp baxıram. Zarafat dedim ama həqiqi olacaq deyəsən. Yenidən bu yerə qayıdaq. Değerli izleyiciler, çəkilişimiz devam edir. Və bura daxil olub eyni qaydada burada baxaq. Dünya özlüyünə. Hiçbir yer də açıqda deyil. Gideyim, hə. Buradan baxaq bura. Mən özüm də genelde buna deyilmişəm heç. Değerli izleyiciler, siz hər hansı biriniz bunu mən deyəndə görmüsünüz, sərə şəklində videonun altında qeyd edirsiniz. Mən isə yuxarılara qalxacam və görək qarşımıza nələr çıxır. Ehtiyatlı olmaq. Kimsə var burada? Aziz dostlar, çəkilişin qorxu atmosferi artdır. Wow. Buna deyirdilər, mən belə deyim də, bir neçə yerlər deyiblər, çəkiş apardığım, 666. Çəkiş apardığım yerlərdə qeyri-adi səslər gəlir. Bunların bəzilərində çəkiliş apardığım zaman heç bir kimsə var burada. Qeyri-adi bir şeylə rastlaşmamışam. Yalnız normal çəkilişim davam edib. Elə yerlər də var ki, nə yalan deyim, həmin yerlərdə burada kimsə var. İrəliləməyə davam. Elə yerlər də var ki, həqiqətən qəribə səslərə rastlaşmışam, amma
Eşitdim ki üstüne çox da getməmişəm. Amma bu çəkiliş apardığım yerlərdən fərqlənir. Değerli izleyiciler, çəkilişimiz davam edir. Burada kimsə var? Yeniden. Wow. Tamamıyla berbat vəziyyətə qalıb. Əziz dostlar, qalxın yoxsa gedin. Qalxaq. Yoxsa gedək. Düşüncə arasında qaldım. Kimsə var burada? Çünki o ipin yerlənməsi müəmmalı qaldı. Ola da bilər ki, məndən əlavə kimsə də burada var. Sadəcə gizlənir. İrəliləməyə davam. Nədir? Ну тут есть. Тут есть охранник. Вау. Onun olduğunu bilirik. Ama kim olduğunu bilmirik. Uşaqlar tərəfindən çəkilmiş şəkillər indi gecə görünüşündə deyənə çox şey bilinmir. Değerli izleyiciler, çəkilişimiz davam edir. Fikrimdə 15 dəqiqəlik çəkiliş nəzərdə tutmuşam, bəlkə də çox olar. Bu isə köhnədən qalma bir əl maşınıdır. Kimsə var burada? Yenidən ses geldi. Değerli izleyiciler, ilerlemeye devam. Ama karanlık kaldı. Öyle karanlığın içinde kalıp yavaş yavaş yakınlaşacağım. Ne oldu ona bakacağım. Kimse var burada. Buraydı. Kimse var burada. Wow. Wow. Yani bu yukarıdan düştü yanımdan geçti. Wow. Nasıl kimse tarafından atıldı. Kimse var burada. Değerli izleyiciler, korku atmosferi artmaya başlıyor. Aşağı mertebede piyano çaldı. Qalxaq görək. Bizi nələr gözləyir. Kimsə var burada? Kimsə var? Səs gəldi yenidən. İşdir. Değerli izleyiciler, həqiqətən də gərginlik artır.
Burada kimin aldığını hiss elədim. Və aşağı düşəcəm. Kimse var burada? Değerli izleyiciler, ben çekilişi yekunlaşdırıram. Yeni çekiliş yerlərində görüşmek üzere. Sağ olun. Eğer bu videonun ardını gəlməni istəyirsinizsə, rəy şəklində videonun altında qeyd edin və kanala abunə olun. Və sizin rəylərinizi, dəstəyinizi nəzərə alaraq yenidən bu yerə gələcəm. Yeni yerlərdə görüşmek üzere. Sağ olun.